Qızlarımızı öyrədirik ki, evlilikdən öncə get sekslə məşğul ol qilə. Kimsə pula görə uşaq doğacaqsa, mənim sizə xahişim, doğmayın. Atasını çox sevən qadına fikir verin. Yəni ki, onlar möhtəşəm bir həyat yoldaşları olurlar. Kişilərə çox pul verəndə daha çox uşaq olur, qadınlara çox pul verəndə daha az uşaq olur. Ən kasıb insan belə, onun tualeti və suyu var. 16-cı əsrdə kralların belə tualeti və suyu yox idi. Biz daşınmaz əmlaka investisiya kimi baxırıq daim olaraq. Mən düşünürəm, bu düşüncə tərzi dəyişməlidir. Biz evə ev kimi baxmalıyıq. Uşaqlar azalır, tələbat azalır, məmurların büdcədən qeyri-rəsmi gəlirləri azalır. Dövlət özünə qul istəyir ki, vergi ödəyicisi olsun. Sonra da bizim uşaqlarımızı aparsın müharibələrdə qırsın. Biz düşünürük ki, biz özümüz üçün pensiya yığırıq bu gün də. Bu 25% sosial müdafiə fondu ayırmalı. Amma əslində bu gün təqaüddə olan insanların üçün pensiyasına gedir. Orada heç nə yoxdur bizim üçün. Bu seksual inqilabın, feminizmin ən böyük vurduğu zərbə ailəcanlı qadınlaradır. Bütün evli kişilər subaylara, yəni ki, həsəd aparır. Subaylar isə evli kişilərə həsəd aparır. Çox seks istəyirsən, bu vacibdir, onda evlən. Müxtəlif qadınlardan seks istəyirsən, onda evlənmək yine, amma seksin az olacaq. Kəramət dedi ki, mən insanlığa o qədər nifrət etmirəm ki, mən bu fikirlə razılaşım. Zəif arqumentdir. Sən yalnız başqaları üçün nəsə edəndə sən həqiqətən xoşbəxt olursan.